Rəcəb ayının 27-ci günü İslam peyğəmbərinin peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlarından biridir. Bu bayram münasibəti ilə bütün müsəlmanları təbrik edir və həmin günə məxsus əməlləri diqqətinizə çatdırırıq. 1. Peyğəmbər salavatullah və İmam əleyhissalamın yaxından ziyarət etmək və ya uzaqdan ziyarətnamələrini oxumaq. 2. Qusl etmək. İslam peyğəmbəri buyurmuşdur: bu gün Allah Taala müsəlmanlara bayram elan etmişdir. Həmin günü qusl edin. 3. Oruc tutmaq. İmam Sadiq əleyhissalam buyurmuşdur: hər kəs Rəcəb ayının 27-ci günü oruc tutarsa, Allah Taala onun üçün 70 ilin orucunun savabını yazacaqdır. 4. Çoxlu sayda salavat zikr etmək. 5. 12 rəkət namaz qılmaq. 12 rəkətlik namaz qılmaq. Sübh namazı kimi. 6. 2 rəkət formasında. Və Məbəs bayramının namazı niyyəti ilə qılınan bu namazın hər 2 rəkətini tamamlandıqdan sonra Həmd, Fələq, Nas surələri 4 dəfə oxunur. Təsbihat-ı ərbəyəni, yəni Subhanallahi vəlhamdulillahi və la ilahə illəllah vəllahu əkbər 4 dəfə. Allahu Rabbi la uşrik bihi şeyya. La uşrik bi Rabbi əhəd zikirlərinin hərəsini 4 dəfə deyilir. Namazlardan sonra isə qeyd olunan bu duanı oxumaq yaxşıdır. Vücudun aleme rahmet misali, vücudun aleme rahmet misali.